Yolumuz Ağdərənin Orataq kəndinədir. Bura səfərimiz qarlı bir qış gününə təsadüf edir. Hava qarlı olsa da insanlar xoşbəxt. Necə deyərlər, bahar əhvalındadılar. Ona görə ki, vaxtilə evlərini tərk etmək məcburiyyətində olan insanlar bugün öz ata yurtlarında yeni həyatın təməlini qururlar. Bura köç edən ailələrdən birinin, Hümbətovların qonağıyıq. Yadıma düşəndə Allah haqqı deyirəm ki, başqa şey yadıma salım. O kənddən çıxmağımız yadımıza düşməsin. Çox çətin günlər keçirdik orada. Gəldilər, bizim ev qırağı idi. Gəldilər, qapını tezdən durduq, qapını kəsiblər. Girdik içəri, qapını bağladıq. Qırağı idi, deyinə anam çığırdı, atam xəstə idi. 12 yaşım vardı onda mənim. Gecə çıxdıq kəndin ortasına, gəldik kətdə yol bağlanıb. Yol bağlanıb qaldıq kətdə gecənin yarısına qədər. Elə bil bizim kəndi mühasirəyə götürmək istəyirdilər ki, elə bir Xocalıya döndərələr. İndi də burada da veriblər. Sağ olsun prezidentimiz var, qəşəng evlər veribdilər. Özüm toyuqcuca saxlayıram. 2 nəyimiz var, onu saxlayıram. Biz 92-ci ildə Ağdərə rayonunun Orta Güney kəndindən çıxmışıq. Gedib Beyləqan rayonunun Bolsulu qəsəbəsində yerləşmişik. 4 gün bundan əvvəl də bizi köçürüblər bura. İndi gəlib burada məskunləşmişik. 2 evladım var. İkisi də hərbiyə geyib gəliblər. Ailədə 4 nəfərik. Artıq yad ayaqlardan azad olunan Ağdərə öz əsl sahiblərinə qucağını açıb. Quruculuq və bərpa işlərinin isə təməli qoyulub. İndi əsas məqsəd bu torpaqları daha da inkişaf etdirmək, gələcək nəsillər üçün dəyərli bir irs formalaşdırmaqdır.